Salam aleyküm, sabahınız xeyir. Çox hörmətli vətənpərvərlər qrupu. Hamınızı bu cuma axşamında salamlayıram. Və mənim bu günləri təsadüfən həm yerlim, cavan oğlan götürdü, gəldi məni bu qəbristanlığa. Bu qəbristanlıq yerləşir Maşdağa qəsəbəsində. Mən indi sizə göstərəcəm bu qəbirlər suyu içində necə batır. Zərrə qədər qəsəbənin bələdiyyəsi, qəsəbə sovetinin nümayəndəliyi bura bir tədbir görmək söhbəti yoxdur. Belə yerlər mən deyərdim ki, çox yerdə var. Gəl bu tərəfindən bunu da çəkək. Buyurun, burada qəbirlər qalıb suyun altında. Bu da bizim and yerimiz, qəbristanlığımız. And kəndə ölənlərin yolunu and içirlər. Əlbəttə ki, bu yazılarda, yerli adamlarda ne günah, yəni ki, onlar günahın biri odur ki, bunlar şikayət eləmirlər, danışmırlar, dinmirlər. Bu günləri qəbristanlıq qalıb olub zibilxana. Baba buyurun, bir də zəhmət olmasa o tərəfini çək. Kisəni, başmaq qayını. Yaxşı çək. Bax, qəbirlər bu vəziyyətdədir. Mən indi dünənləri bir yer vardı. Demək, Nizami kisəsində olduq, bir də çəkiliş yapardıq. İndi qrup əhli deyərlər ki, Əlmirzənin kəndi bərbad haldadır, bunu qrup neyləsin. Ancaq mən məcburiyyət qarşısında, mən buna laqeyd yanaşa bilməzdim. İndi bilmirəm də, indiki ağsaqqallar nə tərcih etsə, bu qəsəbənin başında oturanlar nə tərcih etsə, heç kəsin vecinə deyil. Bir də ki, nəzər diqqətinizə çatdırmaq istəyirəm ki, istəyir bələdiyyənin sədri, istəyir qəsəbə sovetinin sədri heç bir yerli adam deyil. Yerli adam olsaydı ürək yanardı bu qəbristanlıq üçün və digər başqa yerlər üçün. Bu qədər hörmətlə Əzizov Əlmirzə.